Katya sabah yedim. Yaxşı mı olur? Fərqi yoxdur. Alo. Hə, səni Bərxala. Mən sonuçta evdə yoxum, işləyim. Sağ olun, yaxşı olasınız. Siz nətərsiniz? Evdə işdə nətər? Mən sonuçta mən yoxum, evdə yaxşı bir zəhlim girim. Mamam bizə dəqiqə gözlüyün baxın. Mən yoxum, burada yaxşı bir yoxum. Mamam buradadır, hə, bizə dəqiqə gözlüyün verir. Demirəm, bu bəd ağzına zəhləm girməm, fritədən zəhləm girir bu qoncağın qızına. Mən zəng gələndə demişəm ki, dinə evdə yoxdur. Ay can sən Uber. Başın ölsün, nətəsən? Nə var, nə yox? Nə gəlmirsən, küstürəm, hava incirəm. Gəlmirsən, axırıncı dünən görüşümüz idi, bu nə gəlməmsən bizə? Nə var, ağzına sıçırdın, nə oldu? Can. Kimin qızı ağız? Kimin qızı? Nə tar olur bu? Kiri kutusu, kiri. Bak, senin başına dön. Çıtır çıtır Cheetos mu yesem yoksa dondurma mı? Cheetos mu? Dondurma mı? Tabii ki Cheetos. Çünkü Cheetos alan dondurmada kazanıyor. Cheetos, Lay's, Ruffles ve Doritos'lardaki dondurma liraları büfe ve bakkallara getir. Dilediğin dondurmayı götür. Yaz eğlencesini ikiye katla. Üstelik süpermarketlerdeki Cheetos'lardan çıkan kuponlarla kampanyalı Burger King menülerinden birini alana külah dondurma hediye. Dostlar siz istediğiniz ki idman bölümünün ikinci bölümünü çekeyim. Gelin eləyək. Gelin. Dumbbellları götürək. Bunun üçüncü partı gelmek istəyirsinizsə like atıp abone olmayı unutmayın. Yine istəyirsinizsə yorumlara yazın. Dəstək olun ki 1000 aboneye çataq. Bunu kaldıraq. Bana bu sudur. 3 litrdir. Belə qaldırabildim. Həm də belə. Gördünüz. Ben bu şeyim var. Belə şey. Gelin bunu eləyək. Gelin boks bırak, boks. Gel dostum. Bir de gözün. Öylece yalda kırtırılacak diye. Bir daha da hedefim var. Burada bir şey görmüşüm. Uyuyacağım. Sağ olun dostlar. Da bugünlük idmanımız bitti. Part 3 gelmesini istəyirsinizsə yorumlara yazın. Sabah Əlifba bayramına gedirəm. Onda da size orada dostlarımla video çekerim. Girəcəm havuza. Giremeyeceğim çünkü soyuk olacak kolluklarım. Ama ben soyuk olsa da gireceğim. Size videolar çekeceğim ki siz benim için değerlisiniz. Size anamdan atamdan da sizi çok seviyorum. Onda sağ olun dostlar. Sabah Əlifba bayramına gidəndə dostlarımla çekerim. Sizin için havuza girəndə çekeceğim. Soyuq hava olsa da gireceğim dostlar. Sizin için video. Sağ olun. Sabah Əlifba bayramında görüşərik. Sağ olun. Portugalya'da Ronaldo varsa, Argentina'da Messi varsa, Türklerde ise
Arda Kenan sizinledir Azerbaycan. Assalamu aleykum Türk dünyası. Assalamu aleykum Türkiye. Dünya çempionatında hansı ölkəyə azarkeşlik edirsiniz? Argentina. Nəyə görə? Messi'ye göre. Niyə Ronaldo yox Messi? Messi dünyanın en güçlü futbolcusu. Statistikanda sayabilirim. Aynı görək. Ballon d'Or, Kızıl Top, Dünya Çempionatında Klose ile birgə Bombardier, ötən Dünya Çempionunda çempionu. Təbii ki, Azərbaycana. Azərbaycan yoxdur amma. Yoxdur dünya çempionatında. İnşallah düşərik də dəftərə. Braziliya. Nəyə görə? Neymar acaba? Sözün açığı İspaniyaya azarkeşlik eləyirdim, ancaq ümidlərimi doğrulmadı. Bir şey də deyə bilərəm ki, Afrika ölkələrdə yaxşı oynayırlar. Çox güman ki, ya Almaniya, ya İngiltərə çempion olacaq, ikisindən biri. Argentina. Nəyə görə? Messi'ye göre. Uşaqlıqdan Messi'nin tərəfini tutmuşam ona görə. Türkiyəni seçməliyik də qızım. Ona görə ki, bir milləti, bir qardaşı. Öz qardaşını sevməyən heç kimi sevməz. Futbolda mən Ronaldo hansında oynayır? Hə, Portuqaliya. Ora. Niyə Messi yox Ronaldo? Messi'nin təhqiqat xoşuma gəlmir. Ronaldo həm insanpərvərdir. İnsanlıqla idman bərabər getməlidir. Ronaldo da onun ikisi də vəhdət daşıyır. Messi də yoxdur. Yekə qanad. İspanya. Yamal'a göre. Sevdiğim futbolcular. Kim? Messi. Niyə Ronaldo yox Messi? Messi o sağlıqdan baxıram da Barcelona'da oynayanda əvvəldən həvəsim var. Braziliya. Nəyə görə? Demək güclü bir demək futbol ölkəsidir. Amma favorit eyni zamanda Almaniyadır. Türkiye. Nəyə görə? Favorit komandamın oyuncusu həm oradadır, həm də qardaş ölkədir. Türkiye inanmıram. Ama Portugalya. Çünkü Portugalya'da işe oynuyor da Ronaldo oynuyor düzdür. Axır vaxt Argentina hemen ki əvvəlki Argentina döyür. Messi de oynuyor doğru düzdür. Ona göre əlini əldə etmiyorlar ama ben hər halda istəyərdim ki Portugalya olsun. Argentinaya azarkeşlik edirəm, amma çox təəssüflər olsun, çempion Niderland olacaq. Finalda elə Niderlanddan Portugal olacaq böyük ehtimallarla. Amma istərdim ki Argentina olsun, Messi'ye görə. Niyə Ronaldo yox Messi? Uzun illər Barcelona'ya azarkeşliyəm ona görə. Əlbəttə ki Portuqaliya. Nəyə görə? Cristiano Ronaldo'nun uşaqlıqdan fanatıyam. Yaxşı bu sualı verdiniz. Bu çempionatı bu onun haqqıdır. O dünya çempionatında ən çox təzyiq göstərilən oyuncusudur. Yəni bu onun haqqıdır deyə düşünürəm. Bunu alıb getməlidir. Argentina. Niyə? Messi'ye göre. Argentina. Lionel Messi'ye görə. Argentina. Nəyə görə? O komanda xoş deyirəm. Fransiya. Nəyə görə? Yəni həm Real Madriddə baxıram, həm Real Madriddə oynayan oyuncular var, həm də millisi yaxşı. Alo! Alo! Hikmet! Az bacı buradan ağarsan böyle yağışlı gəbəyiyorlar. O birisine bak hele buna bak buna. Buna bak. Akşam xeyir. Bu dəqiqə şimşək vurub uzadacaq yerə. Öyle hem olsa bıçağa yumurtazan. Ha. Qəşəl, qəşəl. Görsə də gəbəninə sal gəliyorlar. Sağ ol de. Kimdi o nevesinin sesini çağırdan? Yegane siniftir ki nenem ölüp gele bilmirem deyen yoktur. Teneffüste dermanları atsınlar. Jurnala bahın görey ölen iten yoktu. Mellim protezim evde kalıp dersi danışmasam olar. Ay oğlum papağına bak, gözüne bak. Excuse me. What's your name? Ali Baba. Ali Baba. One ball. What? Two balls. Ali Baba, please open your hands. Yeah. This is my hand. And close it. Close. Plus. My ball disappear. What? Open your hand. See the balls. What? This or this? This. This close. Okay. Yeah. Oh.
Yes. 1 minute, 1 minute. 2 minutes. 2 minutes. The crush, okay? The crush. The crush. Wash. Your hand. Crush. Bismillah, bismillah, bismillah. What? Zoom, zoom. Oh, look. Look. Butts. 1, 2. This way. Astaghfirullah. This way. Teleport. Open this hand. What the hell, bro? Show. Əl-ədu billahi minəşşeytanirracim. Dünən şopinqdə idim axı. Özümə Chanel-dən qəşəng ətir aldım. Bandanama bax, Gucci-dən aldım. Çox qəşəng yaraşır məncə. Daha sonra Parfüm aldım Saint-Laurent-dən. Sən nədən alış-veriş edirsən? Mənim də köynəyim Tom Hardy-dəndir. Tom Hardy. Heç işləmişəm. Butik brenddir, yəqin ona görə işləmiş ola bilərsən. Şalvarım Lukoil-dəndir, ayaqqabılarım Iglesias markasıdır. Verdiyi məsləhətlər də bir yerdə onun uğurları olması üçün çox böyük. Məncə çox gözəl ifadə elədin, Qaysim. Həyatda eli bölgələmək gözəldir, uğur qazanmaq gözəldir. Amma daim öz üzərinizdə işləməyi mən sizə hər zaman. Kendimi bir oyun karakteri gibi görerek bir gün geçirmeye çalışacağım. Kanka bu ne? Şu an iyi mi? Bunu burada nasıl denk getirebilirim çok zor. Rahat oynayabiliyor musun? Çok rahat oynuyorum. Bir de böyleyken çok sabit kanka görüntü şu an. Bu arada iyi sürerim ha görmeden de. Bu ne? Saçma sapan bir şey. Bunu denemen lazım. Böyle bir şey yok kanka. Zor mu? Ya söz saçma ya. Qanımı kəsərəm. Mənim də sözüm var. İçəridə adam var, biz baxdıq. Hamının sözü var. Ürəyim də oldu. Mən şeir deyəcəm. Mən şeir hazırlamışam. Hə, görəndə elə ki, görməsin. Mən sizin qabağınızda durum, görməsin. Mən birinci adamam ölkədə. Hə, sıfırıncı adam. Yox, ölkə üzrə deyirəm, ölkə üzrə birinci. Sizin işiniz çətindir. Çox çətindir. Mən Dua Lipa da elədim. Sağ ol, yorulmayız. Azerilerin bir şiiri aklıma geldi. Ne diyor abi? Bir usta çırağına söylüyor bunu ama o kadar güzel söylüyor ki. Diyor ki,
Reşadın eqqavsı Meşda kəndində batıb. Telebəm bal eliyə, maz ver, maz ver, maz ver. Vay be, ne güzel söylemiş şair ya. Ruşda dedem kimi rulda olanda sağ sola bahmır ancak kaba. Çok özünden razı kuştu. Ruş, gelecek ki guya görmürem. Ruş çok genelir. Dayı, bu nədir belə? Ne, bunu satsan dayı? Ne verersen. Nə verərsən. Bu baxa bilər, almayacağım, baxıram prosto, olar, baxma. Bax, narahat eləməyin. Başa düşdüm. Sağ ol dayı. Ben pişiğim gelen bir dönem pişik kimde ses çıkarttı. Hoşuma gelir. Eve qonak gelende geri özün qonak gedesen. Ev istəyənlərin nəzərinə balaca bir otaqlı evdir, bir nəfər üçün. 80 manat. Bir neferi yaman deyir demeseydi 2-3 nefer kalacaktı. Evdə Wi-Fi, kombi, Wi-Fi hamısı var, 80 manat. Müasir, təzə model Yatağında paltarıvı çıkarıp heyete koyursan. ev, balaca otaq. Xörək pişirməyə qazı Otaga gereği rajokla giresen. var, xaladenlik budu var, xazika ilə bir həyətdə. Qonak gelende kravat çöle çığır. Bu evin hamamıdır. Bu da ayaq yolu. Tuvaletin şeraiti evden yaşlıdı. Yekə küçə Stanovkanda düz yanı. Hovuz tikdirmək üçün böyük büdcəyə ehtiyac yoxdur. Hər kəs hovuz tikdirmək istəyir, amma daşma hovuzların xərci insanlarda qorxu yaradır. Bəzən ən sadə həll ən effektiv olandır. Skimmer tipli hovuzlar həyətyanı sahədə həm az sahə tutur, həm də büdcəyə qənaət edir. Düzgün filtrasiya sistemi ilə təmizlik problemi belə yaşamayacaqsınız. Skimmer tipli hovuzların qiymətini öyrənmək üçün şərhlərə hovuz yazın. Yenə də Qalıncaq kəndinin oğru, dinamus, gəlin bacı, Suqa agent sakini 1987-ci il təvəllüdlü Kərimiyan Seymur Oqtayoğlu. Was ist los mit dir? Was ist los? Salak mısın lan? Was ist das? Gut genug, du bist nicht gut genug. Was ist das? Was denn? Das ist doch nichts Schlimmes. Verschwinde lan. Ulan şerefsiz, was ist gut genug? Was ist los mit dir? Was ist los, Papa? Sıçarım sen ha. Was ist los? Du bist gut genug. Was ist das lan? Die ganze Zeit hin und her, hin und her, hin und her. Was ist los? Ulan sıçarım sen şarkı. Baba, das war doch nur Spaß, betreibt man nicht. Hau ab lan. Was ist los mit dir? Sıçarım ha. Was ist los? Das hier? Du bist nicht gut genug. Was ist das? Was ist los? das lan oğlum? Was denn? Was ist los mit dir, Baba? Übertreib mal nicht. Was ist los mit dir? Was ist los mit dir, Baba? Das war doch nur... Was ist los mit dir?
Was los? Wie soll ich kommen? Şortla bazara girerler, şortla hayata düşerler. Olar böyle şey. Şortik olmaz, ne olmaz, Mike olmaz. Ha. Ama neyle gel? Belə yerlərə o qədər həsrətlə baxmışam ki, gəzməyə gedəməmişəm də yəni. Afrika Allah'a qurban olsun. Gəldik çıxdıq buralara. Allah qismət edir abi. Görürsən? Allah qismət edir. Ona görə də heç vaxt həyatlarınızdan şikayətlər deyin. Elə əlbət bir gün. Həqiqətən də Allah adam elə bir yerdən bir şans yaradır ki, həm heç Allah'a gəlməyən şeylər olur da. Nenenin duruşu hoşuma gelmedi. Bəzi ustalar bu incəliyə fikir vermirlər. Uşaqlar, mən baxın, nənənin alt paltarına qədər hazırlamışam. Allah namuslu tortlarımızı korusun. Bilirsiniz nəyə görə? Ayusta o hisseni kim yiyecek? Körpə uşaqlar aşağıdan dururlar belə, torta baxırlar. Yəni bütün detalları mən işləmişəm ki, Gagalüt düzelt gelip birini alım. yəni real düzəldirik də biz işimizi, düzdür? Tortlar da pozulup. Ne büyük iş görmüşsen. Sen şimdi neredeyim, çılgın gecelerdeyim. Uzun bir seferdeyim, gücüm yetene kadar. Gonca güllerim vardı, burcu burcu kokardı. Corleone. Ayının krediti var diye sen. Salam, mən Maşa, o Midvit. Burada Prada pərdədir. Ayı hayattan küsüp. Ayının üstüne kışkırıblar. Hal-hazırda Fidan'a salamlar göndərirəm. Fidan, bayramın mübarək. Çekiliş kurtarsın ayını Nail Kemerli aparacak. Neçə belə bayramlara çıxasan inşallah. Bayramınız mübarək Fidan xanım, neçə bayramlara Ayı diyaliz hestesine okşayır. çıxasınız. Mənə bax görürəm. Bu nətər eləmsən başına belə gəlib.
Adam başında maşın sürər Ayaraz. Dolaşıb bu başını. Yaxşı, deyən. Ağlama. Deyən. Səbirli ol. Dedim axı mən sənə bayaq ki, adam başında maşın sürməz. Ağzının gözünə bax, deyən. Deyən. Bax, bu pis ilişib. Gözdə görək. Aslında. Sen keçel eləyək, neyiniyək? القول قول الصوارم كي تسترد المظالم حتى الأراضي ساموا رسول أهل العزائم القول قول الصوارم كي تسترد المظالم حتى الأراضي. Sonu 2 mərtəbə tort eləmişəm. Yəni xanımlar, kim istəsə özü biləcənə vaxtına ekonomiya eləyib, beləncinə ucuz. Hardasa 35, hardasa 5-6 kilo var, 35 manat uzağı xərzim çıxıb, 35-40 manat civarında. İndi bunu biz gedib zakaz verib alası olsaq, bu 5-6 kiloluq tortu. Yol boyun su içeyim. Buna göre cennet ataların ayakları altında değil. Uşağın elini de yıkılmasın diye tutur. Evladına yük olan ata, Ögey Ata kinosunun fragmanı diyegin. Yığıştırma. Ne olur ki eziyet çekme. Kim yığıştıracak bəs? Hə? Kim yığıştıracak? Mən, ana, sən. Yani axırda yenə mən oldum da. Mama yorulmur bəs. Yazğını atırsın. Mən yığıştıram. Sən yığışdır. Amma məncə Sən sən də- ancaq dağıdırsan. Sən də otur. Mən yığıştıram. Sən yığışdıracaqsan? Bəli. Hal olur. Ağa ne bilim məsləhətin etər deyim. Özümün ölçündə məndən olsa qalsaq, doğutara yaxın getmir. Yəni uzaqdan səni yaxşı eşidirəm. Burada oturanda heç eşitmirəm səni. Qoy gedim. Qoy buradan deginəm də. Nə dedin? Don't get lost cause I'm waiting. Summer feelings are waiting, boy. You and me is more than 100 miles. You and me is more than the grey sky. Amma mən bugünün bu gününə qədər heç bir, yəni o işlərin heç birinə məşğul olmamışam mən lider olar. Yəni məni tanıyırlar, bilirlər. Bizim Seyiddir nəslimiz, namaz qılmışıq. Allah qəbul eləsin. Sən nə Salam aleykum. Mən jurnalistəm, məhəllə sakinlərindən sual verirəm, danışıram. Burada qalırsınız siz? Yox, Ərdəbildə? Sən tanımıyorum, özünü tanımıyorum. Nəyə şikayət edirlər? Bəs onun üçün deyirəm də, gəlin danışaq da söhbət eləyək. Nə tərsiz? Nə var, nə yox? Allah bazar versin. Mənə şikayət gəlib ki, bu məhəllə sakinləri bəs narazıdırlar ki, narkotik satışı gedir. Kim deyib, nə deyib, özləri bilərlər. Siz burada qalansınız çoxdan? Bu deyib ki, mənimki deyil. Gələn də çoxdur, gedən də çoxdur, qaraçı da çoxdur.
Satan da çoxdur. Yox, satanı görməmişim, Görməmisiniz. yalan deyərik. Satanı. Yəni siz də narazısınız. Atlaşayım. Çəkiliş televizora çıxasan. Ay qız ayrı şikayət gedib ona. Şikayət. Gedir şikayət elən getir. Şikayət nəsə bana şikayət nə dəfəsi. Islamasıyla başladı. Yalnız bunları bana anlatmıyorsunuz. Doktor bey anlatacaksınız. Ben doktor değilim. Siz nesiniz hanımefendi? Asistanıyım. Asistan mıyım? Asistan mıyım? Madem asistanısın da o zaman neden bana anlattırdın bu kadar mahremi burada? Size anlatmaya başlayınca ben kesmek istemedim. Bak bak. No way, I got it. No way, he's riding the tortoise. What the hell? Have you ever seen a goat ride a tortoise before? Nope.